Salam, mən MHM Tədris Mərkəzinin Riyaziyyat müəllimi Əliyeva Fidan. Sizlərə bir misal izahından gəlmişəm bugün. Deməli, əziz şagirdlər, adətən şagirdlər ədədin kəsr hissəsinin tapılmasında çaşırlar. Mən əminəm ki, bu izahdan sonra artıq siz kəsr hissənin tapılmasını çox rahatçılıqla tapacaqsınız. Deməli, məsələn, hər hansısa bir ədəddən müəyyən bir A ədədidir. Ondan irrasional ədəd çıxılırsa, yəni çıxılanın yerində verilirsə irrasional ədəd. İrrasional ədədin hansı iki tam ədəd arasında yerləşdiyini tapmalıyıq. Baxırıq ki, kök altında 14, deməli 3 və 4 arasında yerləşir. 3 və 4 arasında yerləşir. Demək, nə edirik? Azalanı silirik, yerinə böyük tam ədədi yazırıq. Yəni 4 yazırıq. Demək, bərabərdir 4 çıxılsın. Kök altında 14. Deməli, bu ədədin artıq bu A-nın yerində necə ədəd olursa olsun, necə tam ədəd olursa olsun, istər mənfi olsun, istər müsbət olsun, həmin ədədi silib yerinə bu irrasional ədədin böyük tam ədədi yazılır. Yəni 4 çıxılsın kök altında 14 artıq bu ədədin kəsr hissəsi olur. Yox, əgər irrasional ədəddən tam ədəd çıxılırsa, o zaman yenə baxırıq. Baxırıq, yenə 14, 3 və 4 arasındadır. Burada artıq irrasional ədəd azalanın yerində verilib. Azalan, çıxılan. Burada çıxılan silinir, yerinə kiçik tam ədəd yazılır. Yəni 3 yazılır. Bərabərdir, kök altında 14, çıxılsın 3. Artıq bu ədədin kəsr hissəsi olur bu. İndi isə